Starlift cihazımızdır. Starlift cihazının quraşdırılması çox sadədir. İlk öncə söndürək onun arxasına. Power kabel yeridir. Yandırıb söndürmə düyməsi. Başlıqlarının yeridir və bir də bizim burada hava kanalı yerimiz var. Yəni bura keçid olunur. Sıralama olaraq başlayarıq cihazımızı yığmağa. İlk öncə cihazın nasatka tutacaq yerlərini taxaq. Yəni hissələrini taxdıq. Oturacaq hissələrini taxdıq. Nasatkaların oturacaq hissələri də bu. İndi keçək nasatkaların özünün taxılma yerinə. Hər bir nasatkanın özünün rəngi var burada. Bənövşəyi rəng, bənövşəyi rəngə, kök rəngi kök rəngiyə, həmçinin göy göyə və uyğun olaraq bir ədəd belə bir rezbalı başlığımız var. O da bura keçir. Mən indi bunların hamısını taxıram yerinə. Cihazımızı yandırırıq, Starlift cihazımızı üzərindən seçə bilirik başlıqlarımızı. 4 başlıq və 4 seçimimiz var bizim. Mən içərisinə girib təxmini olaraq sizə göstərirəm, amma cihazı işə verməyəcəm. Çünki bu cihazın da başlıqları saylandı və atış sayı gedir. Eyni qaydada digərlərini də göstərim sizə. Digər əsas məsələlər, nasatkalar RF üçündür. RF başlığı nasatkalardır, 4 ədəd. Bunları qoyuram qırağa. Bu cihazda əsas vacib məsələ. İstənilən bir başlığı götürürəm. Bu bizim istənilən bir başlığımızdır. Bütün başlıqlara aid edilir bu. Ona görə birinin üzərindən göstərməyə çalışacağım. Arxa hissəsində boşdur. Bəzilərində yan hissəsində ola bilər. Boşluqdan distillə su əlavə eləməliyik. Şprislə vurub ağzına kimi doldururuq və qutusunun içərisində nakleykası olur. Həmin nakleykanı yapışdırırıq bu hissəyə. Bütün əlimizdə gördüyümüz bütün nasatkaların içərisində distillə su olmalıdır. Distillə su olmadan istifadəsi qadağandır. Nasatkaya zədə yetirə bilər, yandıra bilər.